Şotlandiya kralının qızı Maria Stuart 1542-ci ildə anadan oldu. 6 gün sonra isə atası vəfat etdi və körpə Şotlandiya kraliçası elan olundu. Dövləti anası Maria de Guise idarə edirdi. Maria Stuart 5 yaşında Fransa şəhzadəsi ilə nişanlanıb Fransaya yola düşdü. 15 yaşında ona ərə getdi, lakin 2 il sonra əri öldü. İkinci əri qohumu Henry Stuart, Lord Darnley oldu. Çox qısqanc və kobud biri idi. 1507-ci ildə adam naməlum şəkildə öldürüldü. Üçüncü əri James Henburn, Qraf Bothwell oldu. Bu hərəkəti üsyana gətirib çıxardı. Maria Stuart taxtından imtina edib, qohumu 1. Yelizavetanın yanına qaçıb yardım istədi. Lakin İngiltərə kraliçası 1. Yelizaveta onu 20 il həbsə atdı. Maria Stuart 1567-ci ildə 1. Yelizavetaya qarşı qiyamda günahkar bilinib edam edildi.